Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 21-ci sınağın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Demək deyir ki, aybaşı sikli 28 gün davam edən yetkin qadın orqanizmində sarı çim qana maksimum 182 gün hormon sintez etmişdir. Bu zaman sol yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn minimum neçə yönəlici cimcik qametlə eyni cins xromosom daşıyır? Bir aybaşı siklində 28 gündə sarı çim qanı 14 gün hormon ifraz edir. 14 gün. Əgər 182 gün hormon ifraz olunursa, onda görək neçə sikldan söhbət gedir. 182-ni 14-ə bölürük və tapırıq ki, burada söhbət gedir 13 sikldan. 13 sikl, deməli bunun yəni il ərzində belə desəm ki, solda və sağda baş verən siklların sayıdır bu. İndi bizə deyir ki, solda minimum yönəlici cimcik sayı. Demək, minimum yönəlici cimcik sayını tapmaq üçün mən solda minimum demək sayda demək sikl götürməliyəm. İndi bu 13 sikl deyil, demirik ki, bunun növbə ilə biri sağda, biri solda baş verir. O zaman gəlin solda biz 6, sağda da 7 sikl götürək. Bu ikisi eləyəcək 13. Solda 6 siklda 6 siklın yəni hərəsində bir ovulyasiya baş verir və 6 ovulyasiyada əmələ gəlir 6 yumurta hüceyrə, 6 yumurta hüceyrə və 6 vurulsun 3 sayda, yəni 18 dənə də yönəlici cimcik. Yönəlici cisim. Sonra bizə deyir ki, burada minimum neçə yönəlici cimcik qametlə eyni cins xromosom daşıyır. Minimum neçə yönəlici cimcik. Qadın orqanizmində bütün demək yumurta hüceyrələrdə cins xromosomlar hamısında, yəni XX-dir. Qadın orqanizmində XX-dir. Yəni 18 dənə elə yönəlici cimcikdə yumurta hüceyrə ilə, yəni 6 dənə yumurta hüceyrə ilə eyni cins xromosomları daşıyacaqlar. Burada söhbət elə D bəndindən gedir, yəni burada da 14 verilmişdir. Sonra növbəti ikinci suala baxaq. Toyuğun somatik hüceyrəsində xromosom müxtəlifliyi N olarsa, qametində autosom xromosom sayı neçə olur? Baxaq. Əgər toyuğun xatırlasaq ki, onun ümumiyyətlə cinsiyyət xromosomları həm X, həm Y cinsiyyət xromosomlardır. Yəni bunlar da ayrı-ayrı müxtəlifliyi əmələ gətirirlər. Autosom xromosom müxtəlifliyin tapmaq üçün autosom xromosomların ümumiyyətlə müxtəlifliyin gəlin X-la işarə edək. O zaman bu iki, yəni X-in həm də Y-in ayrı-ayrı müxtəlifliyi əmələ gətirməsini nəzərə alaraq xromosom müxtəlifliyi üzərində də bu ikisini gələk cinsiyyət xromosomlarının müxtəlifliyini və sonunda bərabər edək N-ə. O zaman autosom xromosom müxtəlifliyi necə taparaq? N-dən 2-ni çıxmaqla. Yəni bu da B bəndində verilmişdir. Sonra meyoz zamanı bir hüceyrədə iki xromatidli xromosomların qütbləri çəkilməsindən əmələ gələn hüceyrədə cəmi 36 xromosom var. Bu canlının somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində neçə xromosom olur? Meyoz zamanı iki xromatidli xromosomlar meyoz 1-də qütblərə çəkilirlər. Meyoz 1-də, yəni hər qütbdə N sayda demək xromosom olur. Hər biri də iki xromatidli xromosomlar. Əgər bu hüceyrədə olan ümumi xromosom sayı cəmi, yəni N plus N 36-ya bərabərdirsə, buradan belə çıxır ki, N xromosom yığımı 18-ə bərabərdir. Yəni hər qütbdə 18 xromosom var. Bu canlının somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində neçə xromosom olur? Bunun N xromosom yığımı 18-dir. Artıq bu bəllidir. Somatik hüceyrə bölünərkən hər qütbdə isə 2N, 2S, 2D sayda xromosom, xromatid və DNT olur. Anafaza mərhələsində neçə xromosom olur deyir. Anafaza mərhələsində olan xromosomların ümumi cəmi 4-ə bərabərdir. N-in də qiyməti 18 olduğuna görə 4-ü vurarıq 18-ə. 4-ün bərabərdir. 4 vurulsun 18. Bu da edir 72 xromosom. 72 xromosom da bizə E bəndində verilmişdir. Sonra digər suala baxaq. Aşağıdakı sxemdə nefronda olan damarlarda qlükoza miqdarı verilmişdir. Hansı rəqəmlə verilən damar və ya damarlar arteriya damarlarıdır? Əvvəlcə gəlin bu qrafikə baxaq və deyək ki, burada
artan, azalan və artan xəttlər bunlar kapilyar damarlardır. Bu kapilyar damarlar da kəskin şəkildə hər hansı bir maddənin miqdarı, tutaq ki, qlükoz olmasın, karbon qazı olsun, oksigen qazı olsun, yəni bunların miqdarının kəskin şəkildə biz artıb azaldığını görə bilərik. Əgər qrafikdə kəskin şəkildə artma, azalma görürüksə, bunlar kapilyar damarlardır. Yox, əgər xəttləri sabit görürüksə, bu arteriya və yaxud da ki, vena damarlar ola bilər. Demək, kapilyar damarlarda ona görə kəskin şəkildə artma və ya azalma görürük ki, onlarda maddələr mübadiləsi gedir. Yəni hər hansı bir maddənin miqdarı bu səbəbdən arta və ya azala bilər. İndi gəlin bu tapşırığa baxaq. Bu tapşırıqda birinci xətt sabit xəttdir və qlükozanın miqdarı maksimumdur. Bu nefronun gətirici arteriyasıdır. Gətirici arteriyada demək qlükoza yəni daha çox miqdarda olacaq və daxil olacaq demək kapsulun boşluğuna. Getirici arteriyadır. İkinci damar dediyimiz kimi azalma oldu. Bu kapilyar damardır. Kapsulun içərisində şaxələnən arteriya damarları. Yəni arteriya damarlarının şaxələnməsindən əmələ gələn kapilyarlardır daha doğrusu. Üçüncü çıxarıcı arteriyadır. Üçüncü çıxarıcı arteriyadır və qlükozanın miqdarı orada ən aşağı səviyyədədir. Çünki qlükoza həmin buradakı kapilyarlardan kapsulun boşluğuna süzülmüşdür və ilkin sidiyin tərkibində demək olmuşdur. Ona görə də arteriya damarında, üçüncü arteriya damarında qlükozanın miqdarı ən aşağı səviyyədə olacaq. Sonra baxaq dördüncü damara. Dördüncü damar yenidən demək kapilyar damardır. Həmin bu damar böyrək kanalcıqları ətrafında şəbəkələnir və reabsorpsiya baş verir bu damarda. Yəni ilkin sidiyin tərkibində olan lazımlı maddələr geriyə sorulur və nəhayət 5-ci damar vena damarıdır. Bu damarda yenidən qlükozanın miqdarını biz artdığını görürük. Həmin bu kapilyarlarda olan reabsorpsiyanın hesabına vena damarlarında demək qlükozanın miqdarı yenidən artmış olur. Amma baxaq ki, gətirici arteriyadan aşağı səviyyədədir. O səbəbdən aşağı səviyyədədir ki, böyrəyin nefronlarının özünün də, yəni canlı hüceyrələrdir, onların da enerjiyə ehtiyacı var. Həmin enerjini kapilyarları qlükozanı xərcləməklə əldə edirlər və ona görə də qlükozanın miqdarı azalmış olur. Və demək bizə arteriya damarlarını tapmağımızı istəyirdi. Baxaq, birinci damar və üçüncü damar bunlar arteriya damarları oldu. 1 və 3 də E bəndində verilmişdir. Sonra 5-ci suala baxaq. 180 nükleotiddən ibarət olan DNT molekulunda bütün nükleotidlər 4 ədəd rabitənin əmələ gəlməsində iştirak etmişdir. Bu molekulun işləşməsi zamanı qırılan və əmələ gələn hidrogen rabitələrinin cəmi neçə edər? Aha, baxaq. 4 demək rabitə əmələ gətirən nükleotidlər hansı nükleotidlərdir? Əgər guanin və sitozin nükleotidləri zəncirin uc hissələrində olarsa, onlar demək əmələ gətirəcəklər 4 dənə rabitə. 3 dənə hidrogen rabitə, 1 dənə də kovalent rabitə. Həmçinin aşağı tərəfdə də yazaq eyni şeyi. Belə. Bu rabitələr gördüyümüz kimi 4 ədəddir. Zəncirin orta hissələrinə də adenin və yaxud da ki timin yazsaq, görəcəyik ki, onlar da 4 dənə rabitə əmələ gətirirlər. 2 hidrogen rabitə, 2 dənə də kovalent rabitə. Demək, bizə nə deyir tapşırıqda? 180 nükleotiddən ibarət olan DNT molekuludur. Bütün nükleotidlər 4 ədəd rabitə əmələ gətirir. Bu molekulun işləşməsi zamanı qırılan əmələ gələn hidrogen rabitələrinin cəmi neçə edir? 180 dənə nükleotid var idi. Bunlardan baxırıq ki, 4-ü guanin və sitozindən ibarətdir. O zaman yerdə qalır ki, 180/4 bərabərdir 176-sı adenin və timindən ibarətdir. Adenin və timin 176 ədəddir. İndi buradan biz hidrogen rabitələrinin sayını tapaq. Hidrogen rabitələrin sayı necə tapılır? H bərabərdir N plus S və yaxud da ki 2 üstü biz bunu tapa bilərik. N'in qiyməti 180-dir. Sitozinin isə qiyməti 2 ədəd sitozin var idi də 2-yə bərabərdir. Bu da edir 182. Bu molekulun ikiləşməsi zamanı qırılan əmələ gələn hidrogen rabitələrinin cəmi neçə edir? Bu molekul ikiləşir. İşləşməsi zamanı bu 182 dənə rabitə qırılır. Həmçinin də bir molekulun, DNT molekulunun 2 dənə yeni DNT molekulu əmələ gəlir. Onların da hər birisi 182 hidrogen rabitəyə malik olacaq. Çünki eynən əvvəlki zəncirin, yəni kopyası olacaqdır. O səbəbdən, yəni rabitələrin sayı bərabər olacaq. Bu da edir 546. Yəni və yaxud da ki, sadəcə bunu 182-nin
3-ə vurmaqla da tapa bilərdik. Bu da 546 edəcəkdir. 546 da bizə D bəndində verilmişdir. Verilən hansı orqanlar maddələrin barəsində son məhsullarını qandan çıxarır? Maddələrin barəsində son məhsullarını qandan çıxaran orqanlar demək biri elə qaraciyərdir. Birinci qaraciyər. Qaraciyər biz bilirik ki, məsələn, amonyak və digər zəhərli maddələri qandan təmizləyir. Sonra dərman maddələrini qandan təmizləyir. Həmçinin orqanizmdə alkoqol qəbulundan sonra yaranan o toksik maddələri və ümumiyyətlə digər zəhərli maddələri qandan təmizləyir. Ona görə biri götürəcəyik. Sonra 2 böyrəklərdir. Böyrəklər bəli ifrazat sistemi orqanlardır. Onlar da təbii ki, yəni böyrəklərin özündə də süzülmə gedir və böyrəklər də yaranan zərərli orqanizm üçün lazımsız olan, artıq olan maddələri təmizləyir orqanizmdən. Sonra 3-cü, yəni ürəkdir. Ürəyin işi qanı süzüb təmizləməkdir. Ona görə ürəyi çıxırıq. Yəni 3 götürmürük. 3 cavabı harda varsa onu da çıxırıq. Sonra 4-cü ağciyərlərdir. Bəli, ağciyərlər də qanı karbon qazından təmizləyir. Yəni bunu da götürəcəyik. Və həmçinin demək 5-ci də mədədir. Xeyr, mədənin də yəni qanı təmizləmək kimi bir funksiyası yoxdur. Mədə həzm orqanıdır. Sadəcə 1, 2 və 4-ü götürürük. Bu da E bəndində verilmişdir. Sonra 7-ci. İnsan orqanizminə verilənlərdən hansının sayı təkdir? Biz burada elə cavabların içərisində C-ni götürürük. Çünki biz bilirik ki, prostat vəzi tək sayda olan xarici sekresiya vəsidir, kişi orqanizminə xasdır. Digərləri isə uşaqlıq borusu, toxum kisəciyi, toxumluq, toxum ağacaqları bunlar cüt orqanlardır. 8-ci suala baxaq. Cədvəllər əsasında X, Y və Z arasında olan asıllıq hansı bənddə doğru göstərilir? Ön ətraf qurşağında olan sümüklərin növ sayı. Çöl göyərçinin ön ətraf qurşağında 3 cüt sümük var. Kürək, körpücük və qarğa sümükləri. Növ sayı dediyinə görə 3 növ götürürük. Göl qurbağasında kürək, körpücük, qarğa və döş sümüyü, yəni 4 növ sümük var. Evitində isə onun demək ki, ön ətraf qurşağında sadəcə bir cüt kürək sümüyü var, yəni bir növ sümük var. İndi biz bunları demək düşsək ardıcıllığından Y çoxdur X-dan, o da çoxdur Z-dən. Bu da demək D bəndində verilmişdir. 9-cu sualda süd dişlərinin hansı hissəsini kəsici dişlər təşkil edir? Süd dişlərinin sayı 20 dənədir. Kəsici dişlərin sayısı 8 dənədir. Hər çənədə 4 dənə olmaqla. Və bunu da biz faizə, yox, faiz demir, hissə deyir. Hissəsini tapanda 4-ə bölürük və edir 5-də 2. Bir dəqiqə. Süd dişlərinin hansı hissəsini kəsici dişlər təşkil edir? Bu da edir, demək, 5-də 2, bəli. 5-də 2 var burada, C bəndində var. 5-də 2-dir. Şəkildə yaxşı düşməyib. Hansı insan dərisinin qatları xaricdən daxilə doğru hansı qrup toxumalardan təşkil olunmuşdur? Ən üstü epidermisdir. Epidermis çox qatlı epitel toxumasından təşkil olunur. Yəni burada A bəndi, D bəndindən çıxırıq. Sonra İkincisi dermadır. Demək, derma birləşdirici toxumadan təşkil olmuşdur və onun altına yenə demək, dəryaltı bir təbəqəsidir ki, o da birləşdirici toxumadan təşkil olunmuşdur. Burada elə C bəndi uyğun cavab olacaq. Yəni epitelli, birləşdirici. Bir hüceyrədə ribosom orqanoidin aktivliyinin artması sitoplazmadakı molekullardan hansının miqdarının azalmasına səbəb olur? Əgər ribosom orqanoidin aktivliyi artıbsa, bu deməkdir ki, zülal sintezi aktivləşib. Yəni zülallar daha çox sintez olunur. Əgər zülallar daha çox sintez olunursa, burada amin turşusunun miqdarı azalacaq. Fermentlərin miqdarı sabit qalacaq. Suyun miqdarı artacaq. Çünki zülal sintezində amin turşular bir-birlərinə birləşdikcə su ayrılır. Bu artacaq. ATP-nin miqdarı isə yenə o da azalmış olacaq. Nəyə görə? Çünki ATP istifadə olunacaq və miqdarı azalacaq. Demək, hansıların miqdarı azaldı? 1 və 4-ün, bu da B bəndində verilmişdir. Növbəti 12-ci suala baxaq. Cədvələ əsasında X plus Y ifadəsinin qiymətini tapın. İnsan orqanizmində sinir toxumasının növ sayı. Sinir toxuması bir növdür. Əzələ toxuması isə 3 növdür. Sayı enli zolaqlı və ürək əzələsi. İndi bunların cəmin deyir bizə 1 plus 3, bu da edəcək D bəndi. D də A bəndi. A bəndi yəni uyğun cavabdır. Aşağıdakı sxemdə tozcuqların əmələ gəlməsi təsvir olunmuşdur. Sxemlə əlaqəli verilən ifadələrdən hansı yanlışdır? Verilən ifadələrdən hansı
Yanlışdır. Baxaq. Demək deyir ki, bir nömrəli proses zamanı homoloji xromosomlar bir-birlərindən ayrılırlar. Bir nömrəli proses nədir? Bir nömrəli proses burada demək meyoz prosesi gedir. Meyoz prosesi zamanı homoloji xromosomlar bir-birlərindən ayrılırlar. Meyozda bəli, ayrılma baş verir. Homoloji xromosomların qütblərə çəkilməsi bu meyoz 1-də baş verən prosesdir. B-də deyir ki, 2 nömrəli proses nəticəsində əmələ gələn nüvələr mitoz yolla alınırlar. Doğrudur. Əvvəlcə deməli bir nüvə olur. Tozcuq dənələri, sonra onlar 2 ədəd generativ və vegetativ nüvə əmələ gətirilir. Düzdür bu da. C-də deyir ki, tozcuq dənəsində vegetativ və generativ nüvələr olur. Doğrudur. D-də deyir ki, mikrospor və tozcuq dənəsi eyni genotiplidir. Bəli, mikrosporlar sonradan deyildi ki, 2 qatlı qılafla əhatə olunurlar və tozcuq dənələrinə çevrilirlər. Yəni eyni hüceyrədir. Burada genotipcə bir dəyişiklik baş vermir. E-də deyir ki, ana tozcuq hüceyrəsindəki DNT miqdarı ilə bir tozcuğun DNT miqdarı eynidir. Xeyr, eyni ola bilməz. Çünki bu diploid formasom yığımıdır. Buradakılar isə haploid formasom yığımıdır. Yəni DNT-nin miqdarına baxsaq, buradakı olacaq demək 2-2C, hətta bölünmədən əvvəl interfaza keçirirlər. 2N4C, 4D olurlar. Burada isə miqdar olur. Bu hüceyrələr haploid xromosom yığımıdır. N, S və D. Yəni ikisində də demək DNT-nin miqdarı ayrı-ayrıdır. Birində 4D-dir, birində D-dir. Və ona görə də elə buradan yanlış cavab deyir. Yanlış cavab E bəndi olacaq. Cədvələ əsasında X-in qiymətini tapın. Həşəratlarda olan qarınca boğumlarının sayı N-dir, ümumi stigmaların sayı X-dir. X-in qiymətini soruşur. Həşəratlarda sonuncu qarıncıq boğumundan başqa bütün boğumlarda stigma olur, bir cüt. Həmin sonuncu qarıncıq boğumunu çıxıram və tapıram ki, N-1 sayda boğumda stigma var. Hər boğumda 2 dənə stigma var. Və həmçinin döşdə də birinci boğumda stigma olmur, ikinci, üçüncü boğumda, yəni 2 boğumda stigma var. Hərəsində də bir cüt, 2 ədəd. Bu da edir 4. Sonra bunları cəmləməliyəm X-i tapmaq üçün. X bərabərdir 4 üzərinə gələr 2N minus 2. Bu da olur 2N plus 2. 2N plus 2 bu da D bəndində verilmişdir. Sonra 2 dihidrozigoz sarı amar noxudların çarpazlaşmasından alınan bir əlamətə görə dominant olan fərdlər salamat qalasa, genotip nisbəti necə olur? Bir əlamətə görə dominant olan fərdlər hansı fərdlərdir? Ya sarı, demək, qırışıqlardır, ya da yaşıl, hamar olanlardır. Yaşıl, hamar olanlardır. Bunu həm biz demək Pennet cədvəli üzərindən də göstərib tapa bilərik, monohibridə gətirib çarpazlaşdıraraq da göstərə bilərik. 2 dənə dihidrozigot fərddir. Genotip bir şəkildədir. Bunlar çarpazlaşırlar. İndi biz bunların çarpazlaşmasını monohibridə gətirək və çarpazlaşdıraq. Böyük A, kiçik A çarpazlaşır. Böyük A, kiçik A ilə bir dənə böyük A, 2 dənə böyük A, kiçik A, bir dənə də demək kiçik A, kiçik A alınacaq. Həmçinin B-lər çarpazlaşanda alınacaq deməli bir dənə böyük B, 2 dənə böyük B, kiçik B və bir dənə də kiçik B, kiçik B. İndi gəlin burada bu demək çarpazlaşmadan alınan nisbətləri hesablayaq. Hansı nisbətlər alına bilər? Birinci, böyük A, kiçik A, böyük B, kiçik B, kiçik B. Bu hansı halda alınır? 2 dənə kiçik böyük A, kiçik A ilə 2 dənə böyük A, kiçik A ilə bir dənə kiçik B, kiçik B-nin çarpazlaşmasına. Yəni, olacaq 2 vurulsun 1 bərabərdir 2-yə. Sonra, ikinciyə baxaq. İkincidə. Böyük A, kiçik B, kiçik B. 1 vurulsun, yenə də 1. 1 vurulsun 1. Yəni, elə 1 dənə. Sonra, kiçik A və böyük B-lər. Kiçik A, böyük B-lər. Bunlar demək 1 vurulsun, yenə də 1. Yəni 1 vurulsun 1, elə bu da 1 eləyəcək. Sonra keçək aşağıda ən sonuncusuna baxaq. Demək kiçik A-lar və böyük B, kiçik B. 1 vurulsun 2-yə. Bundan 2 dənə idi də. 1 vurulsun 2-yə. Bu da edəcək 2. Demək, nisbət necə oldu o zaman? 2 bölünsün 2, daha doğrusu 2-nin 2-yə, onun 1-ə, onun da 1-ə nisbətə. 2, 2, 1, 1. Bu da verilmişdi bizə.
B bəndində. Yəni B bəndi cavablar içərisində uyğun cavab olacaq. Sonra qametində 3 avtosom xromosom olan bir məməli heyvan hüceyrəsinin meyoz bölünməsinin metafaza bir mərhələsinə uyğun sxem hansıdır? 3 dənə avtosom xromosom varsa, bir dənə də cinsiyyət xromosom var. Bu edir haploid yığım 4-ə bərabərdir. O zaman diploid yığım da 8-ə bərabərdir. Metafaza 1-də yığım diploid yığımdır. Diploid yığımdır və 8-ə bərabərdir. Bu da demək A bəndində verilmişdir. Diploid yığımlı xromosomlar metafaza lövhəsi əmələ gətiriblər. Bu da A bəndi demək uyğun cavab olduğunu dedik. Qametində 3 avtosom xromosom olan bir məməli heyvan hüceyrəsinin meyoz bölünməsinin metafaza bir mərhələsinə uyğun sxem hansıdır? 3 dənə avtosom xromosom varsa, bir dənə də cinsiyyət xromosom var. Bu edir haploid yığım 4-ə bərabərdir. O zaman diploid yığım da 8-ə bərabərdir. Metafaza 1-də yığım diploid yığımdır. Diploid yığımdır və 8-ə bərabərdir. Bu da demək A bəndində verilmişdir. Diploid yığımlı xromosomlar metafaza lövhəsi əmələ gətiriblər. Bu da A bəndi demək uyğun cavab olduğunu dedik. Bir DNT molekulunun kimyəvi tərkibinə daxil olan bəzi komponentlərin miqdarı aşağıdakı qrafikdə verilmişdir. Verilənlərdən hansı bu molekulda olan hidrogen rabitələrinin sayının cəmini əks etdirir? Gəlin belə edək. Eni ümumi nukleotit sayını 6A götürək. Guanin və ya sitozin bunların hər hansı birinin 2A götürək. Bu dəfə də o zaman adenin və timini A götürək. O zaman hidrogen rabitələrinin sayı necə tapılacaq? H bərabərdir. Demək, ümumi nukleotit sayı, yəni 6A üzərinə gəlirik. Sitozin və guanin hər hansı birinin sayı 2A. Bu da edəcək 8-ə. Demək, üçüncü demək olacaq hidrogen rabitələrin ümumi sayının cəmi. Bir dəfə də belə bir şey edək. Enin qiyməti yenə 6A götürək. Bu dəfə indi guanin və sitozini hər birini A götürək. Adenin və timinin hər birini 2A götürək. O zaman hidrogen rabitələrinin ümumi sayı 6A üzərinə gəl, yəni sitozin və guanin hər hansı birinin sayı gəlirik A-nı. Bu da edir 7A. Bu səfər də demək olacaq 7A. Deməli, hidrogen rabitələrinin sayı hansı ola bilər? Ya 7A ola bilər, ya da 8A ola bilər. Bu da 7A, 8A, yəni ikinci, üçüncü, bu da E bəndində verilmişdir. Göz qapaqları meydana çıxdı. Göz qapaqları ilk dəfə sudokulda yaşayanlarda meydana çıxdı, yəni devonda meydana çıxmış oldu. Verilmiş qida zənciri sxemində dovşanın otdan aldığı enerjinin ötürülməsi göstərilmişdir. Əgər bu qida zəncirində bir halqadan digərinə keçdikdə enerji itkisi minimum olarsa, itki minimum deyir. Enerji 5-20% keçirdi. Minimum itki deyilsə, deməli 20% keçir. Maksimum keçib. X minus Y fərqi neçə kilojol olar? 20% keçib. Demək, dovşandan itə nə qədər keçəcək onda? 20% və başqa sözlə 20%, %20 elə 5də 1 deməkdir. Yəni, Y 10.000-in 5də 1-i qədər götürəcək, yəni 2000 kilojolun daha doğrusu bərabər olacaq. Y 10.000-in 5də 1-nə bərabər olacaq, bu da 2000 kilojol deməkdir. Bəs X nə qədərdir? X da belə tapılır. Demək, tənasib quraq, X-i 100% götürək. Deməli, 20.000 isə, daha doğrusu 10.000 isə 10.000-i götürək 20%. O zaman X-in qiyməti bərabər olacaq 50.000-ə. 50.000-ə bərabər olacaq. Bunu pozun, bir daha yazım, səliqəli düşsün. 10.000. X-in qiyməti 50.000 olacaq. İndi bunların fərqini soruşur. X minus Y 50.000-dən 2000-i çıxanda bu da edəcək 48.000, yəni D bəndi uyğun cavab olacaq. Sonra 20-də ürək və bədəndə dövr edən qan növlərinin sayı eynidir. Akula verib. Akulanın ürəyində venoz qandır, amma bədəndə həm də arterial qan dövr edir. Yəni ürəkdə bir növ, bədəndə isə dövr edən qan növlərinin sayı 2 növdür. Yəni akulanı götürməyəcəyik. Timsahın ürəyində tam ara kəsmədir. Ona görə qan qarışmır. 2 növ qan var, arterial və venoz qan. Amma bədəndə dövr edən qan növlərinin sayı 3 demək növdür. Arterial, venoz və qarışıq. İkini də götürməyəcəyik.
Göyərçinin ürəyində demək arterial və venoz qandır. Bədəndə də dövr edən qan növlərinin sayı demək 2 növdür. Arterial və venozu götürəcəyik. Həmçinin iti də götürəcəyik. İtin də ürəyində göyərçində kimi arterial və venozdur. Bədəndə dövr edən qan növlərinin sayı yenə arterial və venozunu götürəcəyik. Sonra anodonta. Anodontanın ürəyində ancaq demək arterial qandır. Amma bədəndə dövr edən qan növləri həm arterialdır, həm də venozdur. Ona görə altını da götürməyəcəyik. Qaldı 5 kərtənkələ. Kərtənkələnin ürəyində də 3 növdür. Yəni arterial venoz və qarışıq. Çünki qan qarışır onların ürəyində. Bədəndə də dövr edən qan növlərinin sayı 3 növdür. Yəni biz bu kərtənkələni də götürəcəyik. O zaman 3, 4, 5 bu da D bəndində verilmişdir. Yanlış cavabı seçin. Qadın sinsiyyət sisteminə aid orqanlar verilmişdir və bizdən də bunlar haqqında verilən fikirlərdən yanlış olan soruşur. 2-də, yəni 2 uşaqlıqda həm rişim, həm də dölər rast gəlinir. Doğrudur. 3 də yumurtalıqda. Yumurtalıqda yumurta hüceyrənin tam yetişdiyi yerdir. Xeyr, yumurtalıqda yumurta hüceyrə tam yetişmir. Yumurtalıqda ovulyasiya baş verir. Orada follikul partlayır və içərisindən yumurta hüceyrə xaric olur. Həmin yumurta hüceyrə saçaqlı qıf tərəfindən tutulub boruya daxil edilir və boruda yumurta hüceyrənin tam yetişməsi baş verir. Yəni yumurta hüceyrənin tam yetişməsi 3-də yox, 1-də baş verir. Ona görə bu yanlışdır. C-də ki, salisin 3-də əmələ gəlir, doğrudur. Partlamış follikulun yerində əmələ gəlir. D-də ki, zigot 1-də bölünür, doğrudur. E-də ki, rişeyin mərhələsi 2-də başlayır, bəli, uşaqlıqda başlayır. Bu da doğrudur. Cədvələ əsasında M plus M bərabər 60 olarsa, X-in qiymətini hesablayın. Cinsiyyət vəzləri. Böyümə mərhələsində ilkin cinsiyyət hüceyrələrinin sayı toxumluqda X-dir, yumurtalıqda 2X-dir. Yetişmə mərhələsində əmələ gələn qametlərin sayı. Toxumluqda M verib, yumurtalıqda M verib. Baxaq indi. Toxumluğun yetişmə zonasına daxil olmuş bir hüceyrədən sonda 4 dənə qamet yaranır. Amma yumurtalıqda elə deyil. Yumurtalıqda bir hüceyrə daxil olubsa, sonda elə bir dənə də qamet yaranacaq. Ona görə gəlin X-i buradan tapaq. Amma M plus M-in də qiyməti bizə bəllidir ki, 60 olacaq. Əgər toxumluğun yetişmə zonasına daxil olmuş X sayda hüceyrədən sonda N sayda qamet yaranırsa, onda X-i belə tapaq. M bölünsün 4 kimi. Həmçinin yumurtalıqda da 2X hüceyrə daxil olur və 2X hüceyrədən M sayda qamet yaranıb. Buradan da X-i M bölünsün 2 ilə ifadə edə bilərik biz. O zaman bu ifadə ilə buna bərabərdir də, bir-birlərinə bərabərdirlər. M bölünsün 2. Buradan belə çıxır ki, əgər M bölünsün 4, M bölünsün 2-yə bərabərdirsə, o zaman M bərabərdir 2M olacaq. 2M. M bərabərdir 2M olacaq. Və hətta bunu bir daha da dəqiqləşdirib 2M bərabərdir 4M-dirsə, bəli, M bərabərdir 2M olacaq. Doğru. Aha. Və bu ifadəni də M bərabərdir 2M gətirib burada yerinə yazsaq, olacaq 2M üzərinə gəl M bərabərdir 60-a. M-in qiyməti buradan çıxır 20. M-in qiyməti 20 çıxırsa, o zaman X-da M bölünsün 2 deyildi. Onda X-da olacaq 20 bölünsün 2, yəni 10. Bizdən X-i soruşur. X-in qiyməti 10-a, yəni A-ya bərabərdir. Bu da yəni A bəndində verilmişdir. Cavab düzgün. Cavab yəni A bəndində verilmişdir. 23-cü suala keçək. İnsan cinsiyyət vəzlərində qametogeniz zamanı hansı mərhələ və ya mərhələlərdə haploid xromosomlu hüceyrələr ola bilər? Haploid xromosomlu hüceyrələr yetişmə mərhələsində olur, yetişmə zonasında olur. Demək, oradakı hüceyrələr meyoz bölünmə keçirir və haploid xromosom yığımına malik olurlar. Çoxalma zonasında mitozdur, böyümədə isə interfaza baş verir. Ona görə də burada yalnız 3-ü götürəcəyik biz, bu da E bəndində verilmişdir. Sonra baxaq. Qametlərin saflığı hipotezi hansı bitkiyə aid edilə bilər? Canlılar verilib, onların somatik hüceyrələrinin nüvəsində 4N, 2N, N və 6N sayda demək xromosomlar var. Buradan bizə deyir ki, qametlərin saflığı hipotezi. Qamet saflığı nə deməkdir? Qamet alternativ əlamətlərdən yalnız birini daşıyır. Məsələn, tutaq ki, diploid bitkidir. Diploid bitki bir qamet hazırlayır. Burada 2 dənə allel gen var. Hər qametə bu allel genlərdən biri düşəcək. Ya A-nı daşıyan, yəni xromosom olacaq, A allelin ya da kiçik A allelini daşıyan bir demək qamet yaranacaq. Yəni saf olacaq. Hər ikisini eyni vaxtda daşımayacaq diploid bitkinin qameti. Ona görə də diploid bitkinin qameti elə saf qamet olacaq. Sonra C-yə baxaq. C-də də demək hansı bitkiyə aid edilə bilər? Yəni götürək tutaq ki,
N xromosom yığımlı bir bitkidir. Somatik hüceyrəsində N xromosom yığımı var. Yəni məsəl üçün partenogenez yolla əmələ gəlmiş bir bitki ola bilər. Allel genlərdən sadəcə birini daşıyır. Bunun əmələ gətirdiyi qametdə mitoz yolla əmələ gələcək. Yenə də həmin yəni allel gendən birini daşıyacaq. Məsələn, burada mən böyük A-nı göstərdim. Mitoz yolla əmələ gəlmiş qametdə yenə də böyük A allelini daşıyacaq. Tutaq ki, kiçik A olsaydı, somatik hüceyrəsində əmələ gələn qameti də kiçik A-nı daşıyacaqdı. Yəni bunlar belədir. Amma məsələn mən tetraploid bir bitkini desəm, tetraploid bitki homoloji xromosomlar. Burada indi qameti diploid olacaq. Qamet artıq burada yəni diploid olduğuna görə alternativ əlamətlərdən hər ikisini daşıyır. Həm məsələn böyük A-nı daşıyır, həm də kiçik A-nı daşıyır. Ona görə bu doğru deyil. Təbii ki, heksaploid bitkidə də eynən. Yəni 6 deməli homoloji xromosom olur. Onların somatik hüceyrəsində qametə 3-ü düşür. Yenə də yəni alternativ əlamətlər ikisi bir qametə düşə bilir. Sadəcə burada dediyimiz kimi B və C uyğun oldu. Və B və C də A bəndində verilmişdir. Sonra baxaq növbəti suala. Demək, şəkildə təsvir edilmişdir. Baxaq, heyvan hüceyrəsində mitoz bölünmənin telefaza mərhələsi olar. Heyvan hüceyrəsində mitozun telefaza mərhələsində xromosom yığımı diploiddir, yəni 2 xromosom yığımı 4-ə bərabərdir, yaranacaq hər bir hüceyrədə. Hüceyrə heyvan hüceyrəsidir, ortadan sıxılaraq bölünür və həmçinin telefaza mərhələsinə bölünür. Uyğundur, yəni bu cavab uyğundur, amma digərlərinə də baxaq. B-də deyir ki, heyvan hüceyrəsində miyozun birinci bölünməsinin telefaz mərhələsidir. Miyozun birinci bölünməsinin telefazasında xromosomlar 2 xromatidli olurdu. Haploid xromosom yığımı olurdu və 2 xromatidli olurdu. Amma şəkildə görürük ki, xromosomlar 1 xromatidlidir. Yəni bu uyğun cavab deyil. Sonra C-də deyir ki, heyvan hüceyrəsində mitoz bölünmənin anafaz mərhələsidir. Xeyr, bu bölünmə sıxılaraq bölünmə telefazada olur. Ona görə bu uyğun deyil. D-də deyir ki, bitki hüceyrəsində mitoz bölünmənin telefaza mərhələsidir. Bitki hüceyrəsində, xeyr, bitki hüceyrəsi deyil, bu sıxılaraq bölünmə bitki hüceyrəsinə aid deyil. Onlarda Holgi kompleksinin iştirakı ilə lövhə əmələ gəlirdi. Sonra isə demək tədricən bölünmə başlayırdı. Yəni bu şəkildə sıxılaraq bölünmə bitkilərə xas deyil. Çünki onlarda hüceyrə divarı var. Yəni bu bölünmə getməsinə imkan vermir o. E-də deyir ki, bitki hüceyrəsində yenə bitki hüceyrəsi deyil, cavabın daha sonrasını oxumuram, bitki hüceyrəsi deyil. Sadəcə A bəndi uyğun cavab olacaq burada. 26-da hansı rişem təbəqələrinin törəmələri istənilən orqanın tərkibində mütləq olur? Aha, baxaq. Birincisi bu hansı rişem təbəqəsindən olacaq? Götürək ektodermadan. Ektodermadan sinir sistemi yaranır və sinirlərə bütün orqanlarda rast gəlmək mümkündür. Ona görə bu uyğun cavab olacaq. Biri yəni götürəcək. Sonra baxaq ikinciyə. Endoderma. Endodermadan inkişaf edir məsələn həzm sistemi orqanları, tənəffüs sistemi orqanları. Yəni bunlara yəni bütün orqanların tərkibində rast gəlinmir. Sonra isə üçüncü mezoderma verir. Mezodermadan məsələn inkişaf edir hansı orqanlar sistemi? İnkişaf edir burada demək əzələlər inkişaf edir. Sonra onlardan inkişaf edir qan damarları. Yəni qan damarları bütün orqanların yəni içərisinə qan damarları gəlir, onlara qanı gətirir. Ona görə də biz üçüncünü də götürəcəyik. 1 və 3-ü götürdük. 1 və 3 də D bəndində verilmişdir. Şəkilə əsasən verilənlərdən hansı doğrudur? Baxaq. Demək deyir ki, A dişləri 12 yaşında çıxır. Xeyr, bunlar böyük azı dişlərinin sonuncusudur. Yəni ağıl dişləri də 12 yaşdan çıxmır, 16 yaşdan sonra çıxır. Ona görə bu yanlışdır. B-də deyir ki, C dişləri hər iki tərəfdən öz diş növü ilə qonşudur. C dişləri göbək dişləridir. Ümumiyyətlə göbək dişləri heç bir halda, yəni hər iki tərəfdən və yaxud da yenə bir tərəfdən öz diş növləri ilə qonşu deyil. Ona görə bu da yanlışdır. Sonra C-də deyir ki, A dişləri ağız boşluğunda 2 dəfə çıxır. Xeyr, böyük ağız dişləri bir dəfə çıxır. Yanlışdır. B dişləri süd dişlərində olmur. B dişləri süd dişlərində olmur. Xeyr, olur. Yəni kiçik ağız dişləri süd dişləri içərisində də var. Yanlışdır. E-də deyir ki, D dişlər hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilər. D dişləri hər iki tərəfdən bəli öz diş növü ilə qonşu olar. Ortada yerləşən iki kəsici diş həm üzr istəyirəm, üst çənədə, həm alt çənədə öz diş növü ilə qonşudur. Ona görə bu E bəndi burada doğru cavab olacaq. Sonra
Hansı geoloji dövrdən etibarən canlılar aləminin hər birinin nümayəndəsinə quruda rast gəlinir? Aha, xatırlayaq. Demək ki, canlılar 4 aləmə bölünürdü. Bakteriyalar quruya çıxdı proterozoiddən. Sonra bitkilər və göbələklər quruya çıxdı. Ordovikdə. Və sonuncu qalmışdı heyvanlar. Heyvanlar da silurdan quruya çıxdı. Artıq demək bütün aləmlərin nümayəndələrinə quruda rast gəlindi. Hansı geoloji dövrdən sonra? Silurdan sonra. Yəni silur da A bəndində verilmişdir. A bəndi doğru cavab olacaq. Plazmatik membran ekariot orqanizmlərin neçə aləmində olur? Ekariotların neçə aləmində olur? Ekariotlar aiddir göbələklər, bitkilər və heyvanlar və hər üçündə də plazmatik membrana rast gəlinir. Ona görə elə burada cavab C bəndi olacaq. Sonra 30-cu suala baxaq. Növdaxili mübarizəyə aiddir. Növdaxili mübarizə. Baxaq. Demək deyir ki, yüksək dağ zirvələrində bitən bitkilərin soyuqla mübarizəsi. Burada ətraf mühitlə mübarizədən danışılır. Ona görə də növdaxili mübarizə deyil. Populyasiyada fərdlər arasında qida uğrunda mübarizə, bəli, bu doğrudur. Yırtıcı və onun ova arasında mübarizə ayrı-ayrı növdür və növlər arası mübarizədir. Enliyarpaqlı meşədə yaruslarla bitən müxtəlif növ bitkilər arasında mübarizə özü deyir, müxtəlif növ bitkilər arasında. Deməli, növlər arasıdır, bu növdaxili deyil. Səhra bitkilərinin quraqlıqla mübarizəsi burada ətraf mühitin əlverişsiz şəraiti ilə canlılar arasında gedən mübarizədir. Ona görə bunu da götürmürük. Sadəcə B bəndi uyğun cavab oldu. 31-ə baxaq. Hansı hormon ifraz edən vəzi insanın heç bir bədən boşluğuna yerləşmir? İnsanın heç bir bədən boşluğuna yerləşməyən və hormon ifraz edən vəzlər qalxana bənzər vəzi və qalxana bənzər ətraf vəzi idi. Bir də kişilərdə toxumluqlar idi. Demək, burada biz qalxana bənzər və qalxana bənzər ətraf vəzlərin məhsullarını götürməliyik. Burada da trioksin verilmişdir. Trioksin qalxana bənzər vəzin hormonudur. Yəni 31-də E bəndi uyğun cavab olacaq. 32-yə baxaq. Səhv fikri müəyyən edin. Hörümçəklər sinfinin nümayəndələrində zəhər vəzləri olmaya bilər. Bəli, məsələn, bövlər zəhərsizdir. Zəhərli olmaq haqqında yanlış bir fikir var. Zəhərsizdir əslində. Mürəkkəb gözlər olur. Xeyr, onların gözləri sadə gözlərdir. Demək, bir dəqiqə bizdən səhv fikri soruşur. Bu doğru idi əslində. Götürmürük. Zəhər vəzləri olmaya bilər. Mürəkkəb gözlər olur. Xeyr, gözləri sadə gözlərdir. Ona görə elə bu yanlışdır. Sonra deyir ki, C-də tor vəzləri olmaya bilər. Bəli, tor vəzləri olmaya bilər. Bığcıqlar olmur. Olmur. Doğrudur. Yəni bunlar hər ikisi doğrudur. E-də deyir ki, xortum ola bilər. Bəli, məsələn, cənələrdə xortum var idi. Bu da ola bilər. Gövdə və xortumdan ibarət onların bədəni ümumiyyətlə. Bu da doğrudur. Yəni burada cavab sadəcə elə B bəndində uyğun cavab oldu. Sonra 33-də insanda parasimpatik sinir tənzimi baş beyin tərəfindən tənzim olunmayan orqanlardır. Parasimpatik sinir tənzimi bir onurğanın oma şöbəsi tərəfindən həyata keçirilirdi. Bir də beyin kötüyü tərəfindən həyata keçirilirdi. Yəni onurğanın oma şöbəsi tərəfindən parasimpatik tənzimi həyata keçirilən orqan lazımdır bizə. Bu da demək, hansı orqanlardır? Baxaq, sinsiyyət sistemi orqanlarıdır. Bəli, onlar çanaq boşluğunda yerləşirlər və onlara parasimpatik sinirlər gəlir. Demək, oma şöbəsindən 3-ü götürəcəyik və bir də demək, sidik kisəsi, bu da çanaq boşluğunda yerləşən orqandır. Yəni ona da demək, parasimpatik sinirlər omadan gəlir. Yəni 2 və 3-ü götürəcəyik. 2 ilə 3 də bizə verilmişdir D bəndində. 33-də cavab, yəni D bəndi olacaq. Verilən qurların hansının inkişaf mərhələlərində insan həm böyük, həm də kiçik qan dövranına aid damarlarda rast gəlinir. Deməli, biz elə bir qurtlar götürməliyik ki, onlar məsələn həzm sisteminə düşsünlər, sonra həzm sistemindən qana keçsinlər. Deməli, burada artıq olacaqlar böyük qan dövranında. Eləcə də həmin böyük qan dövranı ürəyə gəlsinlər, ürəkdən də ağciyərə keçsinlər. Deməli, ağciyərdə də ola bilərlərsə bunlar o deməkdir ki, ürəkdən qan dövranına gediblər. Yəni, ürək ağciyər, kiçik qan dövranında bunlar mövcud olublar. İnsan əsgərdir, götürə bilərik. İnsan əsgərdir, deməli, sürfələri demək, bağırsaq divarını deşir, qana keçir, qanla ürəyə gəlir, ürəkdən də ağciyərə gedir. Yəni bu
uyğun cavab olur. İkiyə baxaq öküz solteri. Öküz solteri insanda deməli bağırsaqda yaşayır, nazik bağırsaqda yaşayır, yetkin fərdi və orada yumurta qoyur, inkişaf edir. Yəni insan bunun əsas sahibidir. Əsas sahibinin qanlama sistemində olmur. Bu yanlışdır. Uyğun deyil daha doğrusu. İşte deyir ki, qaraciyər solucu. Qaraciyər solucu demək insanın qaraciyərində yaşaya bilir. Qaraciyərə də bağırsaqdan gedib çıxa bilər. Yəni bu bağırsaqdan qaraciyərə gedən qanla, qaraciyərin qapı venası vasitəsilə daxil olan qanla gələ bilər. Bu da onun böyük qan dövrəndə olduğunu göstərir. 4-də deyir ki, dənəvər ixnikok. Dənəvər ixnikokun insan araq sahibidir. Dənəvər ixnikok insanın demək müxtəlif orqanlarında, o cümlədən də ağciyərində qovluqlar əmələ gətirir. Ağciyərdə olursa, deməli kiçik qan dövranı ilə ürəkdən gəlib ağciyərə. Eləcə də insanın həzm sistemindən keçir onun qan dövranına. Deməli, həzm sistemindən qan dövranına keçirsə, bu demişdik ki, böyük qan dövranında olduğu deməkdir bunun. Və ankilostoma insan ağız və dəri vasitəsilə yoluxur. Dəridən keçirsə qana, bu artıq onun böyük qan dövranına daxil olduğunu göstərir və böyük qan dövranı ilə ürəyə gəlir və ürəkdən də ağciyərə gedə bilər. Bu da onun kiçik qan dövranında olduğunu göstərir. Yəni hər ikisində ola bilər. O zaman hər iki qan dövranında olan, həm böyük, həm kiçikdə olan 1, 4, 5-dir. Bu da B bəndində verilmişdir. Sakit halda insan ürəyinin mədəcikləri 6 dəqiqə sistola vəziyyətində olmuşdur. Bu zaman ərzində insanın ağciyər alveollarından qana keçən oksigen qazının və xaric etdiyi havadakı karbon qazının miqdarını müvafiq olaraq hesablayın. Sakit halda tənəffüs edir. Sakit halda 1 dəqiqədə 16-20 tənəffüs hərəkəti olur. Əgər demək desək ki 6 dəqiqə, deməli bu 96 tənəffüs hərəkəti edib. Yox, başqa deyir. 6 dəqiqədə mədəciklər sistola vəziyyətində olmuşdur. Düzdür, mən əvvəlcə məsələni yanlış başa düşdüm. Bir ürək çəkində, yəni 0.8 saniyədir, mədəciklər 0.3 saniyə sistola vəziyyətində olmuşdur. İndi 6 dəqiqə və yaxud da başqa sözlə 360 saniyə sistola vəziyyətində olubsa, bu nə deməkdir? Bunu hesablayıb buradan tapanda demək məlum olur ki, 360 vurulsun 8 bölünsün 3. Burada ixtisar gedəndə 1, 120, 120-ni də 8-ə vuranda 960 saniyədir. 960 saniyə. Demək 960 saniyə ürəyin ümumi deməli siklinə vaxt sərf olunub. Bir ürək siklinə 0.8-dirsə, deməli bu 960 saniyədir. Sonra deyir ki, bu zaman ərzində, yəni 960 saniyə ərzində ağciyər alveollarından qana keçən oksigen qazını və xaric etdiyi havadakı karbon qazının miqdarını müvafiq olaraq hesablayın. 960-ı əvvəlcə bölürəm 60-a, tapıram 16 dəqiqə. 16 dəqiqə. 16 dəqiqədə hər birində 16 tənəffüs hərəkəti olmaqla 16-nı 16-ya vuranda bu da edir 256 tənəffüs hərəkəti. 256 tənəffüs hərəkətidir. Və hər tənəffüs hərəkətində udulan karbon qazının miqdarı, udulan demir, xaric edilən karbon qazının miqdarı 20 kub santimetrdir. 256-nı vuranda edir 512. İndi yanına bir dənə sıfır atıranda 5120 kub santimetr karbon qazı. Və yaxud da ki, millilitr karbon qazı. İndi 256-da bəs alveollara keçən oksigen nə qədərdir? 256-nı 25-ə vururuq. Buradan da tapırıq nə qədər? 6400. 6400 kub santimetr və yaxud da ki, millilitr oksigen. Bu da nə qədərdir? 6401 idi, 5121 idi. Bu da B bəndində verilmişdir. Şəkildə iki fərqli görmə qüsurları təsvir olunmuşdur. Şəkilə əsasın uyğunluğu müəyyən edin. Birinci şəkildə A bəndində xəyal torlu qişadan öndə alınıb. Xəyal torlu qişadan öndə alınıbsa, demək bu yaxından görmədir. Yaxından görmədir, göz alması uzunsovdur. Demək bunlarda uzaqdakı əşyanın xəyalı gəlib deməli torlu qişaya çatmır, torlu qişadan öndə alınır və demək ümumiyyətlə bu yaxından görmədi, bunu yazılıb. Yaxından görmədi. İndi B nədir? B-də torlu qişadan arxada alınır. B-də torlu qişadan arxada alınırsa, deməli göz alması ya anadan gəlmə qısa olub, ya da sonradan billurun qabarıqlığı azalıb. Yaxındakı əşyanı pis görür, çünki yaxındakı əşyanın xəyalı gedir torlu qişadan arxada alınır. Deməli bu yaxındakı əşyanı pis görürsə, uzağı yaxşı görürsə, bu uzaqdan görmədi. Uzaqdan görmədi. Demək bizə nə deyir indi? Bizə bu içərisində seçim etmək istəyir. Baxaq.
A və B. Deyir ki, uzaqdan görmə qüsurudur. Uzaqdan görmə hansı idi? B idi. Yəni, 1 B-yə aiddir. O zaman anadan gəlmə səbəbi göz almasının qısa olmasıdır. Göz alması qısadır. Bu hansına aiddir? Bu yenə də elə B-yə aiddir. Ona görə göz alması qısadır və yaxud da ki, billurun qabarıqlığı azdır. Dedik, xəyal torlu qişadan arxada alınıb buna görə. Billurun qabarıqlığı zəifləyib. 3 də B-yə aiddir. 1, 2, 3 deməli B-yə aid oldu. Sonra baxaq. 4. Sonradan qazanılma səbəbi billurun qabarıqlığının artmasıdır. Artmadırsa, bu artıq yaxından görmədir. 6-ya aiddir. Sonra 6 nədir? A-ya aiddir. Sonra anadan gəlmə səbəbi göz almasının uzunsov olmasıdır. Anadan gəlmə səbəbi bəli uyğundur. Və 6-cıda da deyir ki, yaxından görmə qüsurudur. Bunu artıq bilirdik. Deməli 1, 2, 3 B-yə aiddir. A-ya da 4, 5, 6 aiddir. Bu da B bəndində bizə verilmişdir. Yəni cavab burada B bəndi olacaq. Sonra şəkildə quruluşu verilən damar hansı ola bilər? Hansı damar ola bilər? İçərisində aypara qapaqlar var. Demək, skelet əzələləri yığılıb açılması onun hərəkətinə kömək edir. Deməli, bu vena damarıdır. Hansı vena damarıdır? Ümumiyyətlə, burada vena damarı bir dənə D bəndində verilib. İçərisində qapaqlar var. Skelet əzələlərinin köməyi ilə yığılır və qanın hərəkət istiqaməti, deməli, qapaqlar açılır və qanı bir istiqamətdə hərəkət etdirir. Qapaqların açıldığı tərəfə doğru. Bu da D bəndində verilmişdir. Demək, 37-də ilə cavab D bəndi olacaq. 38-də may böcəyinin qolcuqları hansı strukturlara birləşir? May böcəyinin qolcuqları alt dodağa və alt deməli, çənəyə birləşmişdir. Yəni, onlardan inkişaf etmişdir. Daha doğrusu, ikizüd qolcuqdur. Yəni, bunlar qolcuqlar lamisə və dad funksiyasını, dad bilmə funksiyasını yerinə yetirir. Demək, alt dodaq və alt çənə, bu da 3-4 C bəndində verilmişdir. Sonra baxaq növbəti 39-cu suala. Kütləvi seçmək üçün doğru ifadəni göstərin. Kütləvi seçmək üçün doğru ifadəni göstərək. Nəsrin genotipi nəzərə alınmır deyir. Bəli, nəsrin genotipi nəzərə alınmır. Doğrunu soruşur da bizdən. Bu doğrudur. Körtəbii seçmə formasıdır. Xeyr, məqsədli və şuurlu seçmədir. Demək, yanlışdır bu. Öz-özünə tozlanan bitkilərə tətbiq edilir. Xeyr, çarpaz tozlanan bitkilərə tətbiq edilir. Öz-özünə tozlanan bitkilərə tətbiq edilən fərdi seçməkdə əsasən homozigot genotipli fərdlərin əmələ gəlməsinə səbəb olur. Xeyr, heterozigotlar əmələ gəlir. Bu seçmə ilə əsasən saf xətlər yaranır. Xeyr. Yəni, burada sadəcə A bəndi uyğun cavab oldu. 40-da deyir ki, müəyyən sayda yaşıl evgilenlərdən olan xromatoforların maksimum cəmi 125 ədəddir. Bu yaşıl evgilenlərdə olan nüvə və qırmızı gözcüklərin sayını müəyyən edin. Bir dənə deməli, yaşıl evgilendə maksimum 25 dənə xromatofor götürürük. Yəni, 125-dən bölürük 25-ə, tapırıq burada 5 var. 5 dənə yaşıl evgilendən söhbət gedir. Hər bir yaşıl evgilendə bir dənə nüvə, bir dənə də qırmızı gözcük var. O zaman 5 nüvə üzərinə gələr 5 dənə də qırmızı gözlük. Bu da 5, 5, 10 edir. Yəni, C bəndi burada uyğun cavab olacaq. Burada 40-cı sualla da demək, sınaq 21 yekunlaşdı. İnşallah ümid edirəm ki, hər biriniz üçün aydın olar sınağın izahı. İnşallah ki, bəyənərsiniz. Bəyənsəniz, bəyənmə tuşuna basmağı, kanala abunə olmağı unutmayın. Çox sağ olun. Hər birinizə təşəkkürümü bildirirəm.